sualda A böl B və A plus B var. Mən bu suala baxıram, görürəm ki, bu sual tərsinə çevrilmiş sual. Yəni necə başa düşürsən? Deyirsən ki, AB-də A plus B. Yəni 1 böl A plus 1 böl B bərabərdir 12-də 5. 1 böl A plus 1 böl C bərabərdir 8-də 3. İndi adam bizdən nə istəyir? Bizdən istəyir ki, bax, indi bunu da tərsinə çevirəndə, bu da belə başa düşürsən də, bu da belə olur. 1 böl B minus 1 böl C eləyir BC-də C minus B. Müəllimlər, bu da daha asandır da. Bundan bunu alt-alta çıxaq. Alar gedir, qalır 12-də 5, çıxaq 8-də 3. Bu da neçə eləyir? 24-ə böldür 10, 24-ə böldür 8, 3, 9, 24-də 1. 24-də 1 tərsinə çevirəndə nə olar? Yəni, olar 24. Aydındır. Bax, diqqət etmək lazımdır. Nə deyir, nə soruşur bizdən. Cavab elədi, gedir. Sadəcə tərsinə çevirib bölüblər. Mən də tərsinə çevirdim. 1 böl A, 1 böl B, 1 böl B, 1 böl C şəklində göstərdim. Rahatlığına gəldim.